Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi tahirinel masumin ve la'nu daim ala a'dai mecma'in ila yevmiddin. Mübarek Ramazan ayının sonuncu günüdür. Allah inşallah sizde bizde her birimizi bu mübarek Ramazan ayının bağışlananlarından qərar versin və məsumlardan nəql olunan dualara əsasən insan dua eləməlidir ki, ilahi bu mübarək Ramazan ayında bizi bağışla və növbəti Ramazan ayına bizləri çatdır. Əgər növbəti Ramazan ayına çatmayacaqsa, ömür vəfa eləməyəcəksə, o zaman bizləri bağışla və bağışlanmış halda dünyamızı dəyişməyə müvəffəq elə. Və bu mübarək ayda Allah müvəffəq elədi, tövfiq verdi. Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamın şəhadət yatağında olan vəsiyyətnaməsini sizlərə oxudum və vaxtın müəyyən səbəblərdən, müəyyən günlər söhbətimiz olmadı, müəyyən səbəblərdən gecikmələrə görə mən bu günləri inşallah sonuncu söhbətimizdə bu mövzu ilə bağlı qısa çalışacağım ki, vəsiyyətnaməni sona çatdırım. Ki, Əli əleyhissalam vəsiyyətnamənin bu hissəsində buyurur: "Aleykum bit-təvasul və-təbazul və iyyakum və-tədabur və-təqatu." Həzrət Əmirül-Müminin Əli əleyhissalam burada da çox mühüm bir məsələyə toxunur. Yadınızda olsa, biz əvvəlki hissələrdə qeyd elədik ki, Əmirül-Müminin Əli əleyhissalam vəsiyyət eləyir, insanların arasında barışıq eləyin, sülh eləyin və Peyğəmbərdən eşitmişəm ki, Əmirül-Müminin buyurur, İki nəfərin arasını islah eləmək bir ilin ibadətindən əfsəldir. Və gəlir Əmirül-Müminin Əli əleyhissalam bu vəsiyyətnamənin bu hissəsində növbəti dəfə təkid olaraq buyurur ki, və aleykum bit-təvasul. Sizə tövsiyə eləyirəm ki, əlaqələrinizi möhkəm eləyin, münasibətlərinizi möhkəm eləyin, dostluq, qardaşlıq münasibətləriniz yerində olsun. Və bunun üçün də münasibətlərin qorunmasının mexanizmi olmalıdır. Demək asandır ki, insanlar bir-birləri ilə münasibətləri yaxşı olsun, yaxşı münasibətlər olsun, insanlar bir-birlərinə can deyib, can eşitsinlər. Bunun mexanizmi olmalıdır. Əks halda deyilişdə bu gözəl səslənsə də, əməldə bunu icra eləmək olmur. Hamı deyir, insanlar bir-birləri ilə münasib, mehriban olsun. Hamı deyir, bir-birləri ilə əlaqələrin olması çox gözəldir. Amma bunun yolu nədir? Quran-ı Kərimdə Allah bunun yolu kimi buyurur, xuzul əf, Peyğəmbərə buyurur ki, mənim Peyğəmbərim əf yolunu tut, yəni insanları bağışlamağı bacar, güzəşt eləməyi bacar, güzəştsiz münasibətlərin qorunması mümkün deyil. Bu, ailə münasibətlərində də bu cürdür. İnsanlar ailə daxili münasibətdə məcburdurlar bir-birlərini yola versinlər, bir-birlərinə güzəştə geçsinlər. Əgər evdə güzəşt olmazsa, o ailənin nəticəsi olmayacaq. Cəmiyyətdə, ictimai münasibətlərdə də həmçinin ictimai münasibətlərin təməl qoruyan amili insanların bir-birinə güzəşt eləməsidir. Ona görə Əmirül-Müminin Əli əleyhissalam buyurur ki, bir-birinizlə islahınız olsun və Quran-ı Kərimin ayəsi buyurur, mənim Peyğəmbərim güzəşt yolunu tut. Çünki innəməl müminunə ixvətun. Bütün iman gətirənlər bir-birləri ilə qardaşdırlar. Hətta o insanlar ki, günahkardırlar, keçmişləri günah eləyibdir. O insanlar ki, möminlərin müəyyən mənada problem yaşadıblar onlara. Hamı anadan gəlmə dünyaya gələndə pak insan kimi doğulmayıb ki. Daha doğrusu, insan dünyaya gələndə elə zaten fitrətlə doğulur, amma o fitrətin hamı qoruyub saxlaya bilmir. Müəyyən xətalara yol verir, müəyyən problemlər yaşayır. Və bu problemlər nəticəsində bəzən insan bir-birləri ilə münasibəti korlana bilər, bir-birlərinin haqqını tapdalaya bilər, hətta bir-birlərinin ölümünə səbəb olarlar ki, Peyğəmbər dövründə olan sahabələrin tarixində belə şeylər var idi. Amma ayə buyurur ki, فَاِنْ تَابُوا وَاَقَامُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَإِخْوَانُكُمْ فِي الدِّينِ. Amma o insanlar əgər tövbə eləsələr, namaz qılsalar, zəkat versələr, bunlar dində sizlə qardaşdırlar. Yəni, onların keçmişin əfv eləməlisiniz, güzəşt eləməlisiniz. Güzəşt insan övladının dəyərin artıran amillərdən biridir. Mübarək Ramazan ayının da ən mühüm əməllərindən biri insanın
haqqı üzərində olan şəxsləri bağışlamasıdır. Bu bir. İkinci, Əli əleyhissalam buyurur ki, "Vəttəbazu, sizə tövsiyə edirəm, bir-birlərinizə bəzl eləyin, bəxşiş eləyin, xərcləyin." İnsan ictimai münasibətlərinin qorunma amillərindən biri də insanın mali dəstəyi ilə qazanan münasibətlərdir, xərcləməklə. Əli əleyhissalam buyurur ki, "Şiətuna mütəbaziluna fi vəlayətina." Bizim şiələrimiz bizim vilayətimiz yolunda malların bəzl eləyənlərdir, keçənlərdir. Malın keçmək deyəndə təkcə ehsan vermək nəzərdə tutmur. Hərçənd ki, ehsan onun bir növüdür. Malın keçməyin nümunəsindən birin İmam Sadiq əleyhissalamın sahabələrindən olan Müfəzzəl ibn Ömər deyir, gördülər 2 nəfər bir-birinə mübahisə eləyir. Adam gedir, Müfəzzəl gedir, soruşur, mübahisə nəyin üstündədir? Pul münasibətlərinin nəticəsində pozulmuş münasibətdirsə, yəni görür ki, adamlar pul üstündə bir-birləri ilə mübahisə eləyirlər. Deyir, imamın həmin nümayəndəsi Müfəzzəl çıxardır cibindən pul verir və onları bir-biri ilə barışdırır. Bir dəfə, 2 dəfə, 3 dəfə cəmaət başlayırlar ki, Müfəzzəlin deyəsən başı xarab olub. Bu lazım olmayan yerdə cəmaət bir-birinə pul üstə mübahisə edir, gedir onların pulunu verir və barışdırır. Gəlib Müfəzzələ bu sözü deyəndə Müfəzzəl buyurdu ki, and olsun Allaha, bu mənim pulum deyil. Bunu İmam Sadiq əleyhissalam mənə verib və verəndə şərt qoyub. Nə vaxt gördünüz şiələrimizdən biri bir-birləri ilə pul münasibətləri nəticəsində pozulublar və bir-birlərinin əlaqələrini kəsiblər, mənim pulumla xərclə onların arasını islah elə, düzəlt. Yəni pulu xərcləmək təkcə ehsan vermək anlamında deyil. Təkcə hansısa formada yol çəkmək deyil, hansısa formada körpü düzəltmək deyil. Düzdür, bunlar hamısı dəyərlidir. Amma o ki, İmam Əli əleyhissalam buyurur, bizim vilayətimiz yolunda bunlar mallarından xərcləyərlər. Yəni, əgər 2 dənə mömin küsülü pul üstündə bir-birlərinə münasibətləri pozulubsa, 3-cü bir mömin qardaş gəlib pul məsələsini həll eləməklə bu küsülülüyü aradan aparar və vilayət yolunda insanların birləşməsinə kömək eləmiş olar. Bu baxımdan ikinci xüsusiyyətdə İmam Əli buyurur ki, bir-birlərinizə bəzl eləyin, malınızdan xərcləyin. Üçüncüsü Həzrət buyurur ki, əlaqələrinizi kəsməyin, bir-birinizdən ayrılmayın. Bunlar insanların zəiflənməsinə və düşmənlərin qalib gəlməsinə səbəb olar. Davamında buyurur, La tətrikul əmrə bil məruf və nəhyə anil münkər və yuvəlli aleykum şirarukum thumma təd'un fəla yüstəcab ləkum. Əli əleyhissalam buyurur, yaxşı işlərə dəvət eləyib pis işlərdən çəkindirməyi tərk eləməyin. Əks halda ən şər insanlar sizə müsəllət olar və dua eləyərsiniz, onların əleyhinə dualarınız qəbul olmaz. Əmri bil məruf və nəhyənil münkər dinimizdə firuiddindən hesab olunur, vacibatlardan biridir və Qur'an-ı Kərimdə insanların nicat tapmasının amillərindən biri insanları yaxşı işə dəvət edib pis işlərdən çəkindirməkdir. Amma burada birinci məqamı toxunmaq istəyirəm. O da bundan ibarətdir ki, əmr bil məruf və nəhyənil münkər, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək, bəzən bu əmri birbaşa mənada başa düşür. Yəni, mən əmr eləyirəm sənə falan işi görmə, ya əmr eləyirəm sənə falan işi gör. Bu tonu gərək biz doğru düzgün seçək. Bəzən ola bilər ki, biz mövzunu düz eləyərik, amma yanlış üsulla nəhyənil münkər eləyərik, pisliklərdən uzaqlaşdırmağa çalışarıq, daha da vəziyyəti qəlizləşdirə bilərik. Ona görə doğru düzgün üslub seçmək vacibdir. Nəhyənil münkər çox önəmli bir şeydir. İnsan Allahın haramları ilə mübarizə aparmalıdır. Allahın halalları ilə mübarizə aparan insanlarla mübarizə aparmalıdır. Amma doğru, düzgün üslubda bunu eləməlidir. Nəhyənil münkər pisliklərdən çəkindirmək ilahi vacibatdır. Kimsə bunu inkar eləyə bilməz. Amma onun üsulunu da gərək doğru düzgün eləyəsən. Həmişə lənətlə, təhqirlə, söyüşlə, tənə ilə, ayrılmaqla iş yola getmir. Münkərin, pisin ən bariz nümunəsi Firon idi. Firon şərab içmirdi, Firon qumar oynamırdı, Firon birbaşa deyirdi ki, Ənə Rabbukumul əla, mənəm sizin uca Rəbbiniz. Allahlıq iddiasında olan bir adam münkərin özüdür. Bununla mübarizəyə Allah Həzrəti Musanı göndərəndə Taha surəsi 44-cü ayədə buyurur ki, Fəqula ləhu qavlən ləyyina. Onunla yumşaq danışın, yumşaq tərzdə danışın. Ləallahu yətəzəkkər əv yaxşa. Şayət sizin danışığınızdan bu nəticə alar və yaxud da diqqətli olar, Allahdan qorxar, qəlbinə bir xof düşə bilər. Görürsünüz,
Fironla mübarizəyə Allah göndərir, amma buyurur ki, Fironla mülayim tərzdə danış. Bir Fironla mülayim tərzdə danışmağı əmr eləyən Allah iki müsəlmanın bir-birin pisliklərdən çəkindirmək üçün nə qədər mülayimlə danışmağı tövsiyə eləyər, nə qədər bu məsələdə bizim xətalarımız var, nə qədər insanları pis işdən çəkindirirəm deyib abır aparırlar, nə qədər məscidlərdə, məclislərdə, dini camiədə bu adla ixtilaflar, təfriqələr yaradırlar ki, bunların hamısının qiyamətin günündə cavabını verəcək insanlar. Və Əmirül-Möminin əleyhissalam bunları deyəndən sonra buyurdu ki, sümmə qalə ya bəni Əbdülmüttəlib, Əbdülmüttəlib övladlarına, öz ətrafında olan insanlara xitabən buyurdu ki, belə olmasın ki, siz mənim şəhid olandan sonra deyəsiz Əmirül-Möminin öldürüldü deyə müsəlmanların qanı tökülməlidir. Belə olmasın. İnsanlar nədənsə sui-istifadə eləməsinlər. Sui-istifadə eləmək düşmənin mübarizəsidir, mübarizə metodudur. Haqq tərəfdarı bu cür olmaz. Əmirül-Möminin ardıcan buyurdu: "Əla la taqtulun nəbi illə qatili." Buyurdu: "Mənə görə mənim qatilimə təkcə bir zərbə vurun. Unzuru iza ana mittu min zarbatihi hazihi fazribuhu bi zarbatin." Mənə görə mənim ancaq qatilimi öldürün və mən dünyamı dəyişsəm, o məni zərbətləyən insana bir zərbə vurun. Çünki o mənə bir zərbə vurub. Dalacan buyurur ki, وَلَا تُمَثِّلُ بِالرَّجُلِ və onu müslə eləməyin, yəni qulağın, burnun, əzaların kəsməyin, tikə-tikə doğramayın. Niyə? فَإِنِّ سَمِعْتَ رَسُولُ اللّٰهِ يَقُولُ Həzrət Peyğəmbərdən eşitmişəm ki, Peyğəmbər buyurdu ki, İyyâkum vəl-muslə sizə müslə eləməkdən çəkindirirəm. Vəlau bi kəlbil əqur hətta quduz it olmuş olsa belə. Yəni, bu qədər diqqətli bir adam düşməndir, Əli əleyhissalamın qatilidir, amma ədalət təcəssümü olan Əmirül-Möminin Əli əleyhissalam nə deyir? Deyir ki, mənim qatilimə bir zərbə vurun, çünki o mənə bir zərbə vurub və mənim qatilimi öləndən sonra onu tikə-tikə doğramayın, onun cəzasını alandan sonra Allahla öz arasında onu sərbəst buraxın. Bu, Əmirül-Möminin Əli əleyhissalamın vəsiyyəti idi. Nəsül Bəlağədə 47-ci məktubda idi ki, oxudum. Allahın verəm İzzəti Cəlalı ehtiramına Allah bu tövfiqi mənə ki verdi. Bu Əmirül-Möminin Əli əleyhissalamın vəsiyyətin sizlər üçün şərh elədim bacardığım qədər. Allah sizli bizli hər birimizə Əli əleyhissalamın dünyada mərifətin, ziyarətin, axirətdə şəfaətin nəsib eləsin. Allah qəbrimizin əvvəl gecəsində, mən paxıllıq eləmirəm, bu vəsiyyətnamənin savabın əgər bu işdirsə, əgər Allah bunu qəbul eləyirsə məndən, bu kiçik əməlimi qəbul eləsə öz böyüklüyündən, bu vəsiyyətnamənin danışdığımın savabın bütün müsəlman bacı qardaşlarımıza, dinləyənlərimizə, şəhidlərimiz, valideynlərimiz, haqqı boynumuzda olanların hamısını bu savabda şərik eləyirəm. Allah inşallah hər birimizi öz geniş rəhmətindən kənar salmasın. Bu mübarək Ramazan ayı, axır Ramazanımız qərar verməsin. Dünya gəldi gedərdi. Ola bilər axır Ramazanımız olsun. Allah bu mübarək Ramazan ayında bizi bağışlasın. Dünyamızı dəyişəndə imanla, Qur'anla, şərafətli şəkildə dünyadan köçməyi hər birimizə nəsib eləsin. Allah haqqı boynumuzda olanların hamısına qərqə rəhmət eləsin. Allah İzzət-i Cəlalı ehtiramına bizi Ramazandan sonra da öz əmirlərinə müti, itaətkar olanlardan qərar versin inşallah. Allah dünyanın hər yerində müsəlmanların və şəriətin əmniyyətini pozanlara lənət eləsin. Dünyanın hər yerində müsəlmanların və şəriətin əmniyyətini pozanların lənət eləyib, onların ittifaqı üçün çalışanları müvəffəq eləsin. Zamanə imamın yerin göyün bəlasından hifz eləsin. Ümumi dünyada, xüsusilə vətənimizdə Allah sülhü, əmniyyəti bərqərar eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.